Salam, əziz, dəyərli, çox hörmətli, möhtərəm izləyicilərimiz. Mən hər birinizi səmimi qəlbdən salamlayıram. Ruh və insan idi bizim dərslərimiz və bugün 8-ci çıxış, 8-ci dərsimiz ilə sizin qarşınızdayam. Şükürlər olsun ki, artıq biz birinci bölməmizi geridə qoyduq. Və öncədən belə bir elan da etmək istəyirəm ki, artıq bugündən sonraki dərslərimiz sizdən də çox üzr istəyirəm. Yəni çox mürəkkəb olacaq, biraz çox çətinliyə doğru gedir. Bundan sonra hətta özümə belə çox çətindir. Ona görə gündəlik mütaliələrimizi, hər şeyimizi artırdıq ki, maksimum indi yalan da olmasın da, yəni maksimum sizə hər şey doğru şəkildə, əgər bir səhvimiz də olarsa üzr istəyirik, doğru şəkildə sizə başa salmağa çalışacağam. Təşəkkürlərimi bildirirəm. Və təbii ki də bugün həqiqətən də gözəl bir mövzu ətrafında biz danışacağıq və ikinci dərsimiz, yəni ikinci bölməmizin birinci dərsi və ikinci bölməmiz də tamamilə hisslər mövzusuna aid olacaqdır. Hisslərin insan həyatında və insan ruhunda olan çox mühüm təsirləri və rolu haqqında olacaqdır bu söhbətlərimiz. Və bundan əlavə bir-iki mənə yorumlar gəldi. Bunları da qısa şəkildə deyinsəm çox yer olar. Bəzi şəxslər var, deyirlər ki, Şahin qardaş, 2 dəfə qulaq asıram, 3 dəfə qulaq asıram, nə edirəm, amma heç bir şey başa düşəmirəm. Yenə də qulaq asıram, deyir, başa düşə bilmirəm, mümkün deyil, anlayamıram. O günü hocamızın da yanına təsəvvüfçü şair Mehmet Qazi hocamız, çox dəyərli ustadım, böyüyüm. Hocamızın bir sözü ağlıma gəldi, ziyarətinə də getmişdim. Deyir ki, hocamızın da hocası çox böyük, bizim ustadımız Mehmet Dumlu Hazretleri, Kelimetullah Şeyrük, böyük, o da təsəvvüfçü şair, böyük şəxsiyyətimiz, hocamızın hocası sultanı, Allahdan ona rəhmət diləyirik. İnşallah bizə şəfaətçi olar diləyirik və dəyərli hocamız mənə deyir ki, hər zaman deyir, bizim mədrəsəyə gələndə yaxın dostlarımız deyir, hocamıza həmişə deyirdi ki, hocam, neçə illərdir gəlirik, gedirik, amma ki, heç bir özümüzdə irəliləyiş hiss etmirik. Yəni, heç nə anlayamıram, deyir, amma yenə də gəlib gedirəm da. Həmişə hocamız da buyurarmış ki, evladım deyir, nə qədər olmasa belə, bu yolda, türk dilində deyir, bu yolda yuvarlanman belə deyir, sənin üçün əslində bir xeyirdir, bir ziyan deyil. Yəni, sənə heç bir ziyanı yoxdur. Vaxtı gələcək, istifadə edəcəksən deyir. İndi deyirsən, heç nə başa düşmürəm. Vaxtı gələndə başa düşəcəksən, vaxtı gələndə istifadə etməyi bacaracaqsan deyir. Həzrət Mövlana Həzrətlərinin Mevlana Cəlaləddin Ruminin belə bir sözü var. Hər şey vaxtını gözləyər, gözlə sənin olan sana gələcəkdir. Bu da onun kimi. Və dərsimizə uyğun olaraq keçən dəfə dəyərli hocam, ustadım Mehmet Qazi hocanın ziyarətinə və dərsinə getmişdim. Və dərsimizin mövzusu həqiqətən də bizim bugünkü dərsimizə çox uyğun olduğu üçün mən hocamdan da xüsusi xahiş elədim və burada onun fikirlərini səsləndirəcəm. Amma öncədən də bunu qeyd etmək istəyirəm ki, daha çox hocamız bunu təsəvvüfi yoldan bizə başa saldığı üçün mən də şəxsən hələ o qədər pişməmişəm, o qədər gəlişməmişəm ki, təsəvvüf danışam sizə. Ona görə mən bunu elə bil ki, çeviri, yəni elmi dilə, fəlsəfi dilə çevirib sizə bunu oxuyacam. Deməli, hocamızla dərsimizdə bunu öyrəndik. Ona da buradan salam olsun və indi keçid edirəm dərsimizə. Ya Allah, demək. Diqqətlə dinləməyinizi sizlərə xahiş edirəm, dəyərli və çox möhtərəm insanlar. Demək, ümumiyyətlə, insan hiss edən bir varlıqdır. Amma hər kəsin hiss etmə tərzi eyni deyil. Hocamız da necə deyir ki, biri var acı bir şey yəsən, dilinə acı hissi bilirsən də, bir də var ki, şirin, necə ki, şirin
bunlar necə fərqli müxtəlifdirsə, bunlar dad olaraq, o cürdə insanlar və insanların hissləri də olduqca müxtəlifdir. Hisslər ruhun dilidir, amma bu dil 4 cür danışıla bilər. Hocamızın fəlsəfik dünya görüşünü, öz düşüncə tərzini sizə danışacağam. Biz bu dili yaşayış tərzini 4 yerə bölə bilərik. Bunlar təsəvvüfi, rəhmani, fəlsəfi və şeytani dillərə biz bunu bölə bilərik. Keçək birincisinə. 1. Təsəvvüfi yaşayış. Təsəvvüfi yaşayış, bir digərlərdə sufi yaşayış, belə deyək ki, yəni normal həyat tərzi yaşayıb, Allahın da buyruqlarından çıxmadan maksimum dinə uyğun şəkildə yaşayan adamlardır və bu Allah mərkəzli, nəfsin cilovlandığı və qəlbin saflaşdırıldığı yaşayış tərzinə aiddir. Yəni buradakı məqsəd mən kiməm, mən haradan gəlmişəm, mənim Rəbbim kimdir kimi suallara cavab tapmaqdır. Yaşayaraq cavabını tapmaqdır. Və təsəvvüfi yaşayış tərzinin də əsas prinsipləri mövcuddur. Bunlar təvəkkül, təslimiyyət, sevgi, zikir, təfəkkür. Baxın bunlar. Və Mövlana, Bahəddin Nəqşibənd, Yunus Əmrə bu yaşayış tərzinin əsas təmsilçilərindən biridir. Və insanın qəlbi ilahi nurla dolduqca o varlıqla birliyə doğru yüksəlir. Və bu ruhun hakim nəfsin isə qul olduğu bir mərtəbədir. İkinci, rəhmani yaşayış. Rəhmani yaşayış da tamamən vücudunu Allaha təslim edən yaşayış tərzinə deyilir. Yəni, günlük saatı, günü, nə bilim, hər şey, bütün hər şeylə Allaha təslim olunmuş şəxslərdir. Yəni, bu daxildəki ilahi fitrətin səsinə qulaq asaraq doğru, ədalətli və mərhəmətli yaşamaqdır. Burada insan zahid olmaya bilər, amma Allah rizasını əsas görür, həyatının mərkəzinə qoyur, Allahı yaşayışının mərkəzinə qoyur. Rəhmani yaşayış hər bir işdə vicdanın və ruhun rəhbərliyi ilə davranmaqdır. Yəni, təsəvvüfi yaşayışın biraz ictimai və praktik forması kimi də biz bunu başa düşə bilərik. Üzr istəyirəm. Yəni, bu yaşayışda elm, ədalət, mərhəmət və xidmət əsasdır. Bu yaşayış tərzində. Bu da bizə aydın olursa, keçək üçüncüsünə. 3. Şeytani yaşayış. Bu nəfsin və eqonun hökm sürdüyü yaşayış tərzidir. O keçən dərslərimizdə də mən demişdim, bu yaşayış tərzində artıq nəfs insana tabe deyil, insan nəfsə tabe olaraq yaşayır. Yəni, insanın məqsədi mənəvi dəyərlər deyil, şəxsi mənfəət, şöhrət, dünya və həzdir. Yəni, bu yaşayışda insan özünü tanımır, yəni öz mənini itirir. Başa düşürsünüz? Yəni, şeytanilik burada əslində bir metaforadır. Yəni, insanı öz fitrətindən uzaqlaşdıran düşüncə və həyat tərzinə deyilir. Yəni, heç həyatının mərkəzi sırf dünyəvi, yalançı ləzzətlərdir. Yəni, xülas olaraq deyim ki, insan nəfsə tabidir. Qısa şəkildə altını çəkim, bitirim. 4. Fəlsəfi yaşayış. 4. Fəlsəfi yaşayış da həyatı sorğulayan, hər şeyə cavab axtaran, düşünən, təfəkkür edən, yəni fəlsəfi yaşayış ağıl və idrak üzərində qurulmuş, mənanı anlamağa çalışan yaşayış tərzi deməkdir. Burada insan varlığa suallar verir. Varlığın mənası nədir? Yaxşılıq nədir? Gözəllik nədir? Həqiqət nədir? Yaşayışımızın səbəbi nədir və sair kimi fəlsəfik suallara cavab axtarır və fəlsəfi yaşayışın məqsədi anlamaq, aydınlıq qazanmaq və həyatı idrakla nizamlandırmaq deməkdir. Yəni, sorğuluyur da hər şeyi. Lakin burada 2 yol ayrılır burada.
Biri saf fəlsəfi həyat, yəni ağlı ilahilikdən ayırır. Bir də var ki, hikmətli fəlsəfi həyat, ağlı vəhi nuru ilə birləşdirir. Yəni biri var ki, ilahi yoldan ayrı şəkildə sorğulama, fəlsəfə. Biri də var ki, ilahi nurla olan sorğulama, İslam fəlsəfəsinə uyğun şəkildə. Başa düşürsün? Nəticəyə gələk. İndi bu qısa nəticəmiz də budur ki, təsəvvüfi yaşayış ruhun rəhbərliyidir. Rəhmani yaşayış vicdanın rəhbərliyidir. Fəlsəfi yaşayış ağlın rəhbərliyidir və şeytani yaşayış isə nəfsin rəhbərliyidir. Bura qədər ümid edirəm, hər şey aydın oldu. Dəyərli hocam da əgər bu dəqiqə məni izləyirsə, mənə dua etməsini xahiş eləyirəm. Ona çoxlu təşəkkürlərimi bildirirəm, əlini öpürəm, təşəkkürlərimi bildirirəm. Allahdan uzun ömür, can sağlıq verirəm və salam göndərirəm, təşəkkürlərimi bildirirəm. Deməli, keçək, indi öz dərsimizə keçirəm. Deməli, 8-ci dərsimizin mövzusu duyğunun kognitiv antologiyası. Yəni kognitiv antologiyası haqqındadır. Və yenə təkrar edirəm, bir qədər mürəkkəb ola bilər dəyərli insanlar. Bu, yəni bir nəticə çıxarmağımız üçün bu çox vacibdir doğrudan da. Yəni mən həqiqətən yəni budur da, yəni anlamağımız üçün bu lazımdır. Deməli, bu gün duyğular haqqında söz düşüb və biz Humun belə deyək ki, sentimentalizmi, Mövlanənin eşq epistemologiyası və Max Scheller'in dəyər fenomenologiyası əsasında danışacağıq. Birinci, duyğunun ontoloji statusu emosiyanın varlıq dərəcəsi haqqındadır. Deməli, fəlsəfə tarixində duyğular çox zaman idrakdan aşağı mərtəbə kimi təqdim olunsa da, burada duyğunun naetik, yəni idrak doğuran bir keyfiyyəti araşdırılır. Və Aristotel duyğunu ruhun hərəkəti adlandırır. İbn Sina isə hissi idrakı, yəni zəkanın ilkin qidası kimi şərh edir bunu. Yəni duyğular təkcə bioloji reaksiyalar deyil, varlığın özünü dərk etmə üsuludur. Buradakı məqsəd duyğunun idrakın düşməni kimi əsla deyil, idrakın orqanı kimi təqdim etməkdir. Aha, deməli bunu şərhini verim sizə. Ümumiyyətlə duyğuyu bəzi insanlar çox belə idrakdan, insan ağlından belə çox aşağı bir dərəcə, yəni elə-belə primitiv, elə-belə bir şeymiş kimi yanaşırlar buna, emosiyalara və insan hisslərinə. Bu əsla belə deyil. Nəyə görə? Çünki insanı da əslində digər məxluqatdan da fərqləndirən, baxın, bu hisslərdir, yəni bu geniş, bəzən elə hisslər olur ki, onu dilinə də gətirib deyə bilmirsən mənası nədir. Bu geniş hisslərdir insan edən. Və insanı kamil dərəcəsinə gətirməkdə insan duyğu və emosiyasının da əslində çox mühüm rolu var. Çox mühüm rolu var. Bu bir. İkincisi, belə bir isbat demək istəyirəm. Emosiyalar və hiss boş bir şeydirsə o ki elə, o zaman insan sağlığında niyə ziyan verir? Siz özünüz də müşahidə eləyə bilərsiniz ki, insan çox bərk qorxduğu zaman onun səhhətində bir neçə mənfi dəyişikliklər, reaksiyaları baş verir. Nə ola bilər? Bu aktiv, deaktiv, qeyri-aktiv də ola bilər. Məsəl üçün, birincisində insanın rəngi saralır, insanın qavraması yavaşlayır, düşüncəsi sıfırlanır, insanın dərisi sapsarı olur, buz kəsilir, donub qalır yerindəcə, dilini açıb məntiqli şəkildə heç nə danışa bilmir. Bu deaktivdir. İkincisi aktivdə də görürsünüz ki, insan dərisi qızarır. İnsanın birincisi ürək də azalırdı, insanın ürək döyüntüsü azalır, nəbzi azalır. İkincisi də insan dərisi qızarır. İnsanın ürək deməli ritmi sürətlənir. İnsanın özünü idarə eləyə bilmir, sıradan çıxır. Qan dövranı artır, yəni qan sürətlə o deyirləri təzyiq qalxır.
İnsan sağlam şəkildə düşünə bilmir, ürək döyüntüsü qalxır, sinədə bir ağrı olur. Nəfəs darlığı baş verir, insanın nəfəsi daralır, nəfəs ala bilmir. Bütün bunlar nə ilə oldu? Bir hissə. Əgər ki bu boş bir şeydirsə, bu hisslər onda insan bədəni buna bu qədər ciddi şəkildə necə reaksiya verə bilər? Baxın, bu duyğu və hisslərin, emosiyalarının da insan təbiətində mühüm bir şey olduğunun bir isbatıdır. Və biz bunu indi gələcək dərslərimdə mən bunu danışacağam. Bu haqda sizə geniş məlumat verəcəm, orası heç. Amma bunu da qeyd eləmək istəyirəm ki, əsas iki belə deyək ki, duyğu var, emosiyalar var. Bunların biri qorxu hissidir, biri isə təşviş hissidir. Ümumiyyətlə, bir çox şəxslər və bir çox insanlar bu iki duyğunu əslində eyni bir emosiya, eyni bir hiss olduğunu qeyd edirlər, deyirlər. Amma bu doğru deyil. Nəyə görə doğru deyil? Əslində bir-birinə yaxın bir duyğulardır bunlar. Bir-birinə yaxındır olduqca. Amma fərqləri var. Doğrudan da fərqləri var. Bunu mən qısa konkret şəkildə belə deyə bilərəm ki, insanın belə deyək ki, qorxu məlum səbəblərə görə baş verir. Təşviş isə naməlum səbəblərə görə baş verir. Nə deməkdir? Naməlum səbəbdə gələcək qayğısı, bu nə olacaq, gələcəyim necə olacaq, naməlum da bilinmir. O narahatlıq hissi ki var, o təşvişdir. Yəni, naməlum səbəblərə görə olan hiss təşvişdir. Qorxu isə konkret bilinən səbəblərə görə olur. Və qorxu hissi nə qədər insan sağlığına ziyan olsa da, qorxu hissinin tamamilə aradan qaldırılması da insan sağlığına bir qədər zərarı var. Çünki o refleks ki deyirlər, qorxu refleks, insanın bədənini müdafiə sistemini aktivləşdirməsi deməkdir. Məsəl üçün, bir adamla sən qabaq-qabağa gəlirsən. Misal üçün, biri sənə daş atır. Artıq qorxu yaranır. Yəni, bu qorxu nə? İnsan öz bədənini mexanizmi aktivləşir və insan ani refleks ilə çəkilərək o daşın ona dəyməməsinə gətirib çıxarır və bir də görürsünüz ki, insan özünü itirir, deyirlər, ay qabağıma məsəl üçün, nə bilim, bir adam çıxdı, mənlə dava dalaş eləmək istədi, özümdən çıxdımsa, bu heç nə eləyə bilmədi mənə, mən də onu vurdum, yıxdım. İndi bizim gənclər, dostlarımız arasında bu həmişə çox danışılır, oturub söhbəti. Bu nədən olur? İnsan öz xarici, öz bədənini müdafiə sistemini aktivləşdirir və sən istər-istəməz ona qarşı əks reaksiya verirsən ona. Bu, bundan əmələ gəlir. Bu olmasa sən dəli sayılarsan. Ruhi xəstələr də bunu da vecinə deyir, göydən başına şey düşsə də bir çəkilməz. Görür ki, başının üstünə məsəl üçün ki, artıq insan özünün müdafiə sistemi aktivləşir, kənara çəkilir. Bu əslində doğru bir şeydir. Amma bəzən də qorxu hissi insanı həqiqətən çox xəstəliyə gətirib çıxara bilər. Nə mənada? Qorxunun ən pik həddi də fobiyadır. İnsanda fobiya yaranır, məsəl üçün dənizə girmə fobiyası, nə bilim, məsəl üçün, çölə çıxa bilməmə fobiyası, nə bilim, ağız, məsəl üçün, o ağızda şapırtı deyirlər türklər, ona fobiya yaranır. Nə bilim, heyvanlara, həşəratlara, yəni bu qorxunun ən pik dərəcəsi adlanır. Nəysə, bu mövzulara çox girmək istəmirəm. Yəni, nəyə görə deyirəm ki, insanın duyğu, hiss, emosiya, insanı kamil olma dərəcəsində də insan həyatında da olduqca mühüm və əhəmiyyətli yer tutur. Başa düşürsünüzmü? Bu, budur. Yemək yeməyin emosiyası nədir? Acılıqdır. Su içməyin emosiyası nədir? Susuzluqdur. Bunun kimi. Birinci başlığımızın nəticəsi də duyğular insanın varlıqla ilk epistemik təmas nöqtəsidir. Onlar bilginin başlanğıcıdır, sonu deyil, yəni yaradılışın bilgi. İlk nəyə görə deyirlər ki, Allahım, belə bir dua etmək, Allahım, səndən elm öyrənməyi istəyirəm hələ. Hələ bir elm öyrənməyi istəyim, ondan sonra elmi istəyəcəm. Dəyərli insanlar, bu mövzular ətrafında çox fikirləşməyinizi, düşünməyinizi mən sizə xahiş edirəm, vallahi sözün həqiqi mənasında da.
Yəni hər şeyin başı istəməklə keçir, həvəslə keçir. Bu da hissdir də, emosiyadır da. Necə sən bunu kənara toz kimi çırpıb ata bilərsən? Bu xeyr, bu doğru deyil. İkinci başlıq Hume və sentimentalizm. Sentimentalizm haqqında danışacağıq. David Hume dəyərli, o da gözəl bir əslində filosoflardandır. Deməli, bilik və əxlaqın emosional əsası haqqındadır və David Hume iddia edir ki, ağıl duyğuların xidmətçisidir. Reason is and only to be the self of the patience. Passions. Maksimum doğru deməyə çalışdım. Yəni, bu nə deməkdir? Yəni, ağıl duyğuların xidmətçisidir. Yəni, duyğu nə deyirsə, ağıl onu edərsə də bu düzdür. Yəni, insan ilk öncə hiss eləyir. Bir istək yaranır, siqnal vasitəsilə ağıl onu dərk etməyə çalışır. Yəni, o əxlaqın mənbəyini emosional rezonansda görür. Yəni, yaxşı və pis haqqında qərarlarımız hiss edilən dəyər təcrübəsindədir. Yəni, aldığımız qərarlar da məhz insanın emosiya, hiss, bunlarla bağlıdır. Hisslərlə bağlıdır. Bunlarla bağlıdır. Və bu nöqtədə naetik emosiyalar bilik və duyğuların birləşdiyi zonadır və vaxt da biraz azdır. Ona görə maksimum çalışıram ki, sizə aydın başa salım. Hume üçün hiss məntiqin sonu deyil, onun insani başlanğıcıdır. Yəni, o necə deyirlər, əməllər niyyətlərə bağlıdır. Yəni, sənin atdığın bütün addımlar sənin daxili hisslərin, emosiyaların, ruh halın, istəyindən asılıdır da, yəni. Sən istəmədiyin bir şey görə bilərsənmi? Eləyə bilər. Xeyr, bu da o hiss də nədir? O istəmək, o şövq, sevgi. Bu da bir hissdir da, bu da bir emosiyadır da. Başa düşürsünüz? Görürsünüz nə qədər həyatımızın bəlkə də ən başındadır bunlar. Nəticəmiz sizə Hume insanı saf idrak varlığı deyil, emosional, intellektual bütöv sistem kimi düşünür. Bəli. Üçüncü, Həzrəti Mövlana və eşq epistemologiyası. Ümumiyyətlə, hamınız da bilirsiniz ki, Mövlana eşqi insanın ən yuxarı hissəsinə qoyur. Yəni, duyğunun ilahi zəkası Mövlanaya görə eşq zəkanın ikinci mərhələsidir. Yəni, ağlın çatmadığı həqiqətə eşq çatar. Eşq çatar. O bizim vəsəti, yəni bu mənim öz düşüncəmdir. Məsəl üçün, həmişə deyirik biz ki, ağlın çatmadığı yerlərə qəlb devrəyə girir yerlərdə. Qəlbin də məntiqi və elmi dəlillərin isbatının mühümlüyü gərək olduğu hallarda isə ağıl devrəyə girir və yəni bu nə deməkdir? Paralel istifadə etmək. Yəni bu nə deməkdir? Yəni eşq ağıl səni qapıya qədər aparar, içəri eşq salar. Yəni, sən ağılla bir mərtəbəyə qədər gələ bilərsən. Yəni, bu mümkün deyil. Sən hissləri, emosiyaları, duyğuları sən inkar eləyə bilmərsən. Yəni, bunu hər ağıllı adam, heç bir kitabda, heç oxumayan adam bunu hiss eləyə bilər da. Demək, nə dedik? Eşq insanı varlığın, yəni burada eşq irrasional hiss deyil, transrasional idrak, yəni idraki aşan idrak deməkdir. Yəni, elə hisslər var ki, yəni dedik ki, hisslər də insanlar kimi müxtəlifdir. Yəni, hər hissi hər insan yaşaya bilməz. Yəni, eşq insanı varlığın zahirindən batininə aparan mənəvi idrak orqanına deyilir və bu, Humdakı emosional təməllə müqayisədə daha yüksək metafizik və emosional idrak səviyyəsidir və Mövlana'da qısa şəkildə deyim ki, həqiqətə çatmağın yolu məhz eşqdən gedir, demək istəyir Mövlana'da. İlahi, Allaha çatmaq istəyirsənsə, məhz bu eşqdən gedir, deyir. Bəli, burası belədir və nəticəmiz də, bu üçüncü başlığımızın nəticəsi də Mövlana üçün hisslər ruhun elmidir. Eşq isə bilginin ən yüksək formasıdır. Başa düşür, bura qədər bu da bu. Sonlara yaxınlaşıram, demək olar çatdıq. Dördüncü, Max Scheler və dəyər fenomenologiyası.
ruhun his yolu ilə idrakı. Deməli, Şeller emosiyaları subyektiv vəziyyət yox, obyektiv dəyərlərin sezilməsi kimi izah edir. His dünyadakı dəyərlərin görülməsi üçün ruhun orqanıdır. O deyirdi ki, ağıl biliklərlə düşünür, qəlb dəyərlərlə elə bil ki, görüşür. Yəni, Şeirlin də əslində bu baxışı Mövlana ilə kəsişir, dəyərli insanlar. Yəni, bu da nə deməkdir? Hər iki şəxsiyyətin də bir ortaq yanı budur ki, emosiya əslində dəyərin idrakı deməkdir. Yəni, sən bir ali hədəf, bir yol getmək istəyirsənsə, sən ilk öncə o yolu istəməlisən. O yola qarşı şövq yaranmalıdır, bir sevgi yaranmalıdır, bir istək yaranmalıdır ki, sən o nəticəyə gedib bir müddət sən istəmədiyin şeyə davam edə bilərsən, tam çata bilmərsən o məqsədə. Şövq yaranmalıdır. Nə deməkdir? Yəni, Şeller də əslində bunu demək istəyir. Yəni, nə demək istəyir? Dünyadakı dəyərlərin görülməsi üçün, dünyadakı dəyərlərin görünməsi üçün ruhun bir orqanıdır. Yəni, ətraf aləmi tanıyırsan. Misal üçün, başa sala bilmirəm, maksimum başa salmağı çalışıram. Məsəl üçün, bir zibil görsə, çox üzr istəyirəm, bir zibilxana görsə. Ona baxanda sən nə hiss eləyirsən? Əslində, sənə çox dərinliyə girirəm, dəyərli dostlar, qutarım valla. Əslində, sənin o qarşıdakı baxdığın şeyin nə olduğunu sənin ruhun və yəni o daxili hisslərin qərar verir ki, bu yaxşıdır, pisdir, nədir? Başa düşürsünüz? Orqanıdır. Məsələn, amma təbiət görsən, güllü çiçəli görsən, sənin daxili aləmin çiçəklənir, sevgi, şövq yaranır. Deməli, bu onun yaxşı şey olduğunun göstəricisidir. Dəyərli insanlar. Ona görə çox sizdən xahiş edirəm, oturun, düşünün bu yerdə. Yəni, Şellerin də düşüncəsi budur. Nəticəmiz də ruhun his orqanı dəyərləri sezə bilir. Buna görə də his bilik formasıdır. Biliyin əksidir, yəni idrakdan, bilikdən əksidir, hətta daha üstündür. Nə mənada? Çünki birinci o istəyir, bu zaman da bilik devrəyə girmiş olur. Başa düşürsünüzmü? Deyəsən, biraz çox getdik. Bugünün dərsi bu qədər. İkinci bölməmizin ilk mövzusu idi. Maksimum əlimdən gələn qədər sizlərə bir şey ötürməyə çalışdım, dəyərli insanlar. Bir daha da minnətdarlığımı bildirirəm və ümid edirəm ki, hər şey doğru şəkildə dedim. Bir səhvim varsa da sizlərdən üzr istəyirəm. Maksimum mütaliə eləmə, maksimum çalışmağa çalışıram və bugünkü dərsimizin də sonuna gəldik. Və sizdən bir xahişim odur ki, bəzi şəxslər mənə deyir, bilirəm, çox uzadıram, amma qısa şəkildə deyəcəm ki, məsəl üçün bir şəxs, keçən dəfə bir dostlardan biri demişdi ki, qardaş, indi məni şey eləməyə çalışır da, zarafat eləməyə. Qardaş, onda deyir, sənin bu 29 dərsinə baxandan sonra mən kamil bir şəxsiyyət olacam. Deyirəm, xeyr, qardaş, mən bu yolda sənə yolu göstərən olam. Doğrudan elə demişdi biri. Deyir, onda bunların hamısına baxandan sonra mən böyük şəxsiyyət olacam. Ay, qardaş, elə şey mi olur? Mən elə bil ki, bir adam zənn elə, yoldan bir adam keçir, səndən soruşur ki, məsəl üçün, atıram ki, məsəl üçün, sahil metrosuna necə gedə bilərəm. Sən ona maksimum o yolu göstərə bilərsən, qardaş, bax, buradan çıx, buradan get. Sən da onun əlindən tutub aparmayasan ki, onu ki, mən də deyirəm ki, maksimum bu yolda çalışmağa, sizə yol göstərməyə çalışıram. 50% mənim öhdəliyimdirsə, hətta 50%-dən daha çox da sizin öhdəliyinizədir. Hər dərsdən sonra bir 5-10 dəqiqə oturub hər gün təfəkkür eləmək, düşünmək və bir nəticə çıxartmaq lazımdır. Təşəkkür edirəm, dəyərli insanlar. Gələcək dərslərimizdə görüşənə qədər diləyirəm. Sağ olun, var olun, özünüzə yaxşı baxın. Təşəkkürlər.